Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bu günlərim sizinlə birlikdə bu Euro 2024 kartı açacağıq. Gördüyünüz kimi belədir. Üstündə Arda var, Richarlison var, Ronaldo var. Arxasında belə orijinal kartdır özü də, yəni. Adriana'nın da orijinal kartlardan biridir. Gəlin də bu paketi açaq, görün nələr çıxacaq bundan. İnşallah şeylər çıxar. Birinci paketinde ben reformanı gördüm. Birinci kartımızı asa 3 2-1. Casemiro çıxdı. Baxın Casemiro çıxdı. Casemiro çıxdı. Bu Manchester kart yox idi məndə. Yaxşı çıxdı. Baxa belədir. Yəni bu kartlar belədir. Odaqlasın. Kartı qoyuruq bura. Şimdi ikinci kartımız Virgil van Dijk. Qəşəng. Amma köhnə formalı 2019'un formasıdır. Baxın. Virgil van Dijk. Da qoyaq bura. 3 və Manuel Neuer. Qəşəng. Məndə yox idi heç. Baxın dostlar. Qəşəng parıldayır özdə. Xəstəsiz göstərməyə ehtiyac yoxdur yəni. Kartlar belədir. Yəni bilirsiniz başa bu kartları siz almışsınızsa. Verratti. Bu köhnə formadır. Baxın qəşəngdir, baxın. Köhnə formadır. 2019'dur. Prime dönəmidir özü. Qəşəngdir. Baxarsınız göstərməyim. Verratti İtaliya forması. Qəşəng. Yox idi məndə. Heç biri yox idi. Dondurma. PSG formasının özü də qəşəng. Donnarumma da yəni. Dondurma. Baxın çox qəşəngdir yəni. Turan qəşəng. Yox idi məndə. Turan Zort. Bu kartda qəşəng çıxdı. İndi axırıncı kartda da Kimmich çıxdı. Gördüm formasından yəni. Marcus Thuram, Thuram'ın oğlu və Harry Kane. Yox, Kimmich'dir, Harry Kane. Yox idi məndə bu kartda yəni. Çox qəşəng kartlar çıxdı. Baxın. Baxın da çox qəşəngdir yəni Harry Kane. Necə kartları göstərim təzədən yenə sizə. 1, 2, 3, 4, 5, 6, 7 dənə. Yəni maraqlı niyə 7 dənə? 8 dənə 9 dənə çıxırdı 7 dənə. Maraqlıdır görürsən. Nəsə 7 dənə kart qoyublar. Bəxtimizdə var. Harry Kane. Məndə heç biri yoxdur burada. Harry Kane. Marcus Thuram. Donnarumma, Verratti, Manuel Neuer, Virgil van Dijk və Casemiro. Bu kartda məndə var. Kartı məndə 40 dənədir. İndi burada 47 dənə kartım oldu mənim. Bəzi kart videonun gəlməni istəyirsinizsə yorumlara yazın ki, kart videosu gəlsin. Hansı kart asılımları gəlsin. Balaca kart yoxsa zərli kartlar videosu gəlsin. Çox qəşəng dostlar. Baxın. Həqiqətən satılır özdə. Euro 2024. Baxın. Yaxından göstərim. Bəli, budur. Richarlison var. Yəni burada yəni Ronaldo var. Mən burada ən çox Arda Güler istəyirdim. Ronaldo Al-Nassr istəyirdim. Richarlison bundan çıxarda bilmədi hələlikçi. Bəzi kart videolarını gəlməni istəyirsiniz, kanala abunə olmağı, like atmayı unutmayın ki, bəzi kart videoları gəlsin. Yəni çox qəşəng çıxdı. Məndə olmayan kartlar çıxdı yəni, amma 7-dən çıxmağına heç şübhəm də yox idi belə. İndi nədənsə mən ən çox bu kartlar arasında Manuel Neuer, Verratti və Donnarumma da yaxşıdır. Thuram'ın çıxanı mən sevdim, Harry Kane. Casemiro yəni çox sevindirməm yox idi məndə. Məndə olmayan kartlar çıxdı qəşəng.